dəfəki sual tipimiz şeir parçasından çıxarılan nəticə ilə bağlı olacaq. Başladıq. Mən elə küsərəm səndən əzizim, durnalar ağlayar göyün üzündə. Gözü yaşlı qalan bu sevdamızın zülmətə çevrilər dünya gözündə. Son payızda əsən soyuq küləklər aparar sevgimi çox uzaqlara. Fikrin bir nöqtədə ilişib qalar, gözlərin tikilər uzaq yollara. Baxaq. Bəli, variantımız olacaq B variantı. Sevən gəncin, yəni müəllifin öz hisslərini fəsillər, daha sonra heyvanlar üzərindən ifadə etməsindən danışılır. Xəyanətkar yara ünvanlanan məktubdan danışılır. Xeyr, burada xəyanətdən söhbət getmir. Öz yarına tərif niyyəti ilə yazılan komplimentdir. Barışmağın insan xisləti üçün faydasından danışır. Nakam eşqdən, xəyanətkar yardan söz açılır. Bu haqda da bir fikir yoxdur. Cavabımız olacaq ki, bənzətmə var burada. Sevgili yarını fəsillərə, bax, durnalar ağlayar göyün üzündə. Yəni, bu formada heyvanlarla nəyisə müqayisə etməklə söhbət açır. Cavabımız olacaq B variantı.